Salam. Bu günləri statistika bölməsinə başlayacağıq. Nömrə 1. 4, 2, 6, 8, 3, 10, 9, x ədədlər sırasının medianı 7 olarsa, x aşağıdakılardan hansı ola bilər? Medianı tapmaq üçün əvvəlcə ədədləri artan sıra ilə düzürlər. Verilən ədədləri artan sıra ilə düzək. 2, 3, 4, 6, 8, 9, 10. Bir də x verib, x-i hələlik yazmıram. 8 ədəddir. Deyir ki, median 7'dir. Bu 6 ilə 8'i, burada 8 ədəd olduğuna görə ortadakı x-in ədədi ortası median olur. Tək sayda olsaydı ədədlər, ortadakı ədəd median olacaqdı. Burada cüt saydadır. X də var. İndi x-i hara qoymaq məsələsi də artan sıra ilə düzülüb ədədlərdə. Bu 6'nın üstünə 8 gəlib 2'yə böləndə 7 eləyir. Medianı verir. Deməli, median 7 olduğuna görə bu 6 ilə 8 sonra 2'yə böləndə 7 elədi. İndi x-i hara qoyaq? X-i. X deməli burada 8'dən sonra olmalıdır ancaq medianın 7 olması üçün. 8'dən sonra 8 ilə 9 arasında yazsaq, ya 8 yazmalıyıq, ya 9 yazmalıyıq. 8 yazsaq, 8 yazsaq, cavabda 8 yoxdur. 9 yazsaq, cavabda var 9. Deməli, onda 8'dən sonra 9'dan əvvəl var. Burada 9 olmalıdır. Cavab Y bəndi. İkinci. Ədədlər sırasının modası 4 olarsa, x plus y, z cəmi tapın. Moda ən çox təkrarlanan ədəddir. Bizim verilən sırada ən çox təkrarlanan ədəd 3'dir, amma moda 4 deyir. Amma burada 4 yoxdur. Onda x sayı y-də, z-də 3 ilə 4 olmalıdır ki, ən çox təkrarlanan 4 olsun. Yəni moda 4 olsun. Onda x, y, z-in cəmi 4, üstə gəl 4, üstə gəl 4, bu deyilir 12 olur. Cavab Y bəndi. Üçüncü. ABCD ədədlərin ədədi ortası 8'dir. Ədədi ortanın tərifini bilirik ki, ədədlərin cəminin onların sayına bölünməsindən alınan ədədi orta deyilir. Onda 4 ədədin ədədi ortası 8 isə, onda bu həmin 4 ədədin cəmi 8 vur 4, 32 olar. A ilə B-nin ədədi ortası 6'dır. Onda A ilə B-nin cəmini tapmaq üçün 6'nı 2'yə vuracaq, 12 olar. Yuxarıdakı tənlikdə A üstə gəl B-nin yerinə 12 yazsaq. Çünki bizdən C ilə D-ni ədədi ortasını soruşur. Buradan C üstə gəl D bərabər olur 32 çıxmaq 12. Eləyir 20. 20'ni də 2'yə bölsək, ədədi orta tapıldığından 10 olar. Cavab B bəndi. Dördüncü. Yedi ədədin ədədi ortası 55'dir. Onda 7 də ədədin cəmi 55 vur 7. 35, 3 yadda 33, 85 olar. Bu ədədlərə hansı ədədi əlavə etmək lazımdır ki, ədədi orta 70 alsın? Bir də ədəd əlavə eləsin 8 ədəd olur. 8 ədədin ədədi ortası 7'dirsə, onda bu 8 ədədin cəmi 560 olar. Əlavə olunan ədədi tapmaq üçün 560'dan 385'i çıxarıq. 115 olar əlavə olunan ədəd. Cavab 115. Yoxdur 115. Görə harada səhv elədik. 7 ədəd 8 70'ə vuranda 500 115 eləmir. Düz çıxmamışam. Çıxanda 500, 10'dan 5 çıxanda 5. 15'ə 8 çıxanda 7. Bu da 3. 3 yox, gəlir səhv elədim. 4'ten
3 çıxanda bir 175. Cevap B bəndi. Beşinci. Ədədlər sırasının modası neçədir? 2 neçə dəfə təkrarlanır? 1, 2, 3 dəfə. 3 neçə dəfə, 2 dəfə. 5 də 2 dəfə. Ən çox təkrarlanan 2-dir. Deməli, moda 2 olur. Cavab C bəndi. Ədədlər sırasının ədədi ortası 20 olarsa medianı tapın. Ədədi orta ədədlərin cəminin sayına bölünməsini alınan ədəddir. 1, 2, 3, 4, 5, 6, 7 də ədədi var. Toplayaq bu 7 ədədi. 12, üstə gəl 15, üstə gəl 17, üstə gəl 21, üstə gəl 23, üstə gəl 19, üstə gəl n böl neçə də oldu bu? 1, 2, 3, 4, 5, 7 də böl 7 bərabərdir. Ədədi ortası deyir ki, burada 20'dir. 20'dir. Toplayaq indi bunları. 12, 15, 27, bu da 17. 44, 65, 65, 88, 98, 107. 107 üstə gəl n bərabərdir. 20 vur 7, 140. Buradan da n elədi 33. 33, 140'dan 107 yoxdur o cavab. Bir ədəd toplayayım. 12, 15, 27, bu da 17, 44. 44, 21, 65, 65, bu da 23, 88, 98, bu da 98, bu da 9, 107. Üstə gələyim bərabərdir. 20 idi, 20 də 7'yə vurduq 140. Çıxanda 33. Evet, cavab medianı soruşur. İndi ədədləri artan sırayla yazaq. 3 dənə 2'dir, yox. Burada neçədir? Ən kiçiyindən başlayırıq. 12 ən kiçikdir. Sonra 15'dir. Sonra 12, 15, 17, 19, 21, 23, axırda da 33. Ortadakı ədəd burada neçə oldu? 19. 19 oldu deməli burada nə? Median. Cavab B bəndi. 7. Ədədlər sırasının ədədi ortası 5 olarsa, A plus B cəmi tap. Ədədi orta 5 isə, toplayaq, bölək sayına neçə ədəddir? 1, 2, 3, 4, 5, 6, 7, 8 ədəddir. Toplayaq bu 8 ədədi. 3, 5, 8, 4, 6, 2, üstə gəl A, üstə gəl B, böl 8 bərabərdir 5. 3'ün üstünə 5, 8'in üstünə 2, 10. 4'ün üstünə 6, bu da oldu 20. 28, üstə gəl A, üstə gəl B, bərabərdir 8 vur 5, 40. Buradan A üstə gəl B, 40'dan 28 çıxır 12. Cavab D bəndi. Sekiz. Ədədlər sırasının ədədi ortası 4'dür.
Neçə ədəddir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli 1, üstəgəl 5, üstəgəl 3, üstəgəl 2, üstəgəl 6, üstəgəl 4, 8, üstəgəl A, üstəgəl B böl 9 bərabərdir 4. 1, 5, 6, bu da 3. 9, 11, 17, 21, 29, üstəgəl A, üstəgəl B. 4'ü vuruq 9'u 36. Buradan da A üstəgəl B tapanda 36'dan 29 çıxırıq 7. Nömrə 8 idi. Cavab B bəndi. Yox, burada başqa şeysə. AB hasının ən böyük qiyməti tap. AB hasının ən böyük qiyməti. A-la da B natural ədəddir. Hə? Cəmi 7'dir. A-la B natural ədəddir. Cəmi 7 olan ədəd 1 ilə 6, 2 ilə 5, 3 ilə 4. Hasılı ən böyük olan 1'i 6'ya vuranda 6, 2'ni 5'e vuranda 10, 3'ü 4'e vuranda 12. Deməli cavab elədir 12. Yox, 12 yox. Deyir, hasilin ən böyük qiymətini tap. Bəli, hasilin ən böyük qiyməti 12'dir, Y bəndidir. Ədədlər sırası neçə həddi median ilə ədəd orta arasında qalır? Median ilə, bunlar sıra ilə verilib də. 3, 6, 8, 9, 11, 12, 56. 3, 4, 5, 7 də ədəddir. Median oldu burada. Ortadakı ədəd. Median 9'dur. Ədəd ortağı tapaq. Toplayaq bölək sayına. 3, 6, 8, 9, 11, 12, 56. 11, 12, 56. Bölmək 7'ye. 3, 6, 9, 17, 26, 37, 49, 105. Elədi 15. Ədədi orta 15, mediandakı 9. Deyir, neçə həddi median ilə ədədi orta arasında qalır? 9'dan böyük, 15'dən kiçik. 9'dan böyük 11'dir, 12'dir. Bunlar da 15'dən kiçikdirlər. 9'dan böyük 11, 12. 15'dən də kiçik. İkisi. Cavab D bəndi. İki də ədəddir də. 10. Cədvəldə bir ingilis dili kursundakı tələbələrin yaşlara görə sayları verilib. Bu kursdakı tələbələrin 1/10 qədər dəqiqliklə orta yaşını tapın. Bir ingilis dili kursundakı tələbələrin yaşları verilib. Deyir, bu kursdakı tələbələrin 1/10 qədər dəqiqliklə orta yaşını tapın. Yaxşı. 20 nəfər 13 yaşı var. 20'ni vuraq 13'ə. Yaşların cəmini tapmaq üçün.
17 nəfərin 14 yaşı var. Yaşların cəmi olur 14 vur 17. 19 nəfərin 15 yaşı var. 32 nəfərin 16 yaşı var. 40 nəfərin 17 yaşı var. 29 nəfərin 18 yaşı var. Vurduq bunların hamısını. Vurduq. Topladıq. İndi bunları bölək sayına. 20, 17, 19, 32, 40, bu da 29. Bu da sayı. Hesablayaq. Hesablayanda deməli bizə deyir 10'da birlərə qədər 15,9 eləyir B bəndi. Nömrə 11. Müəllimin həftəlik dərs saatları göstərən cədvəl verilmişdir. Verilmiş məlumatlara görə dərs saatı saylarının ən böyük fərqini tap. Ən çox dərsi 2-ci gün olur 8 saat, ən az dərsi 4-cü gün 3 saat. Onda ən böyük fərqin tərifinə görə sıradakı ən böyük ədəddən ən kiçik ədəd çıxırsa. 8-dən 3 çıxanda 5 eləyir. Buna da ən böyük fərq deyirlər. D bəndi. 12. Ədədlər sırasının ən böyük fərqini tap. Sırada ən böyük ədəd 16 görsənir. Ən kiçik ədəd 5'dir. 16'dan 5'i çıxırıq 11 eləyir. D bəndi. Ədədlər sırasının standart meylini tapın. 13. Deyir, ədədlər sırasının standart meylini tapın. Əvvəlcə ədədi ortağı tapaq. Ədədi ortağı tapmaq üçün deməli toplayıb sayına bölürük. 10, 7, 8, 10, 7, 12. 6 ədəddir, bölürük 6'ya. 17, 25, 35, 35 bu da 7, 42, 54'ü 6'ya böləndə 9 edir. 54 bölü 6 elədi 9. Bu ədədi ortadır. Və standart meyl nədir? Standart meyli tapmaq üçün əvvəl standart meylin kvadratını tapaq, sigma ilə işarə eləyək. Deməli, verilən ədədlərdən ədədi ortanı çıxıb kvadrata qaldırıb toplayıb sayına bölürük. Ondan birinci ədəddən çıxırıq 9'u qaldırırıq kvadrata. 9 nədir? Ədədi ortadır. Sonra 7'dən çıxırıq 9'u qaldırırıq kvadrata. Üstə gəlmək. 10'dan çıxırıq 9'u qaldırırıq kvadrata. Üstə gəlmək. 7'dən çıxırıq 10'u qaldırırıq kvadrata. Üstə gəlmək. 12'dən çıxırıq 9'u qaldırırıq kvadrata. Hamısında 9'u çıxırıq. Burada bir də səhv eləmişəm 9. Biri yadımdan çıxıb o da yerləşmir. Ona görə pozuram hamısı. Kvadrat bərabərdir. Deməli, 10'dan çıxırıq 9'u qaldırırıq kvadrata da yazmayacağım yeri. 10'dan 9 çıxanda 1 kvadratı. 7'dən 9 çıxırıq mənfi 2 kvadratı. 8'dən 9 çıxırıq mənfi 1 kvadratı. 10'dan 9 çıxırıq 1 kvadratı. 7'dən 9 çıxırıq 2 kvadratı. 12'dən 9 çıxırıq 3 kvadratı. 6 ədəddir, bölü 6'ya.
bərabərdir 1, 4, 1, 1, 4, 9 böl 6. 5, 6, 7, 20 böl 6. 10 böl 3. Onda sigma özü bərabərdir. Kök altda 3'dür. Bu da depressiyadır. Yox, standart meyildir. Deməli, standart meyil nətər tapırlar? Əvvəl ədədi ortağı tapırlar. Sonra bu verilən ədədlərdən ədədi ortağa çıxırıq. Hər birindən ədədi ortağa çıxıb kvadrata qaldırıb toplayırıq. Bölürük ədədlərin sayına olur standart meylin kvadratı. Sonra da kök alanda olur standart meyl. 3'də 10 B bəndi. On dört. 11, 10, 11, 7, 8, 11, 5 ədədlər sırasının dispersiyasını tapın. Əvvəlcə ədədi ortağı tapaq. Ədədi orta bərabərdir. On bir, 10, 11, 7, 8, 11, 5. 1, 2, 3, 4, 5, 6, 7 dədir. Toplayaq böyle 7'ye. 21, 32, 39, 47, 58, 63 böl 7. Elədi 9. Bu ədədi orada. Sonra burada deməli nəyi tapaq? Kvadratlar fərqinin cəmini tapaq. Deməli nə ayırıq? 11'dən çıxırıq 9'u kvadratı. 10'dan çıxırıq 9'u kvadratı. 11'dən çıxırıq 9'u kvadratı. 7'dən çıxırıq 9'u kvadratı. Sonra 8'dən çıxırıq 9 kvadrat. 11'dən çıxırıq 9 kvadrat. 5'dən çıxırıq 9 kvadrat bərabərdir. 11'dən 9 çıxanda 2 kvadratı 4. 1. 11'dən kvadratı 4. Kvadrat 4. 1. 4. Bu da 16. 1, 2, 3, 4 də 4, 16. 2 də 1, 18. Bu da 16, 34. Axırda da dispersiya tapırıq. Dispersiya tapmaq üçün deməli bu 34'ü bölürük 7'ye. 5 ardıcıl cüt ədədin ədədi ortası 40 olarsa bu ədədlərin ən böyüyünü tapın. Birinci ədədimiz n, ikinci ədədimiz n üstəgəl 2. Beşli ədəddə də n üstəgəl 8. Toplayaq bunu. 5n, 2, 8, 10 üstəgəl 20. Sonra 5n üstəgəl 20'ni bölək 5'e. Elədi n plus 4. Deyir 40'dır bu. N plus 4'ü verib 40. Deməli n bərabər olar 36'ya. Deyir bu ədədlərdən böyüyünü tap. Böyüyü də ki axırıncıda n plus 8. 36 üstə 8 gəlirik. 44. Cavab Y bəndi. 16.
Deməli, cədvələ əsasən A, B, C, M ədədlərin ədədi ortasını tapın. Deməli, birincidən alınır ki, A-nın üstünə A gələndə C eləyir. C bərabərdir A üstəgəl A. Yəni C bərabərdir 2A. İkincidən alınır ki, A üstəgəl B bərabərdir M. Bu birinci, bu ikinci. Sonra üçüncüdən alınır ki, A plus C bərabərdir B. C'nin değerinə burada gətirib birincidən tapdığımız 2A'nı qoysuq. C üstəgəl A üstəgəl 2A bərabərdir B. B də bərabərdir 3A. Dördüncüdən nə alınır? Dördüncüdən alınır C üstəgəl B bərabərdir 20. C'nin yerinə 2A, B'nin yerinə 3A qoysuq. Buradan eləyir 5A bərabərdir 20. A da eləyir 4. A-nı tapdıq. Onda C-ni tapmaq üçün 2-ni vurduq 4-ə, elədi 8. B-ni tapmaq üçün 3-ü vurduq 4-ə, elədi 12. Nə qaldı? Bir də M qaldı. M də A ilə B-nin cəmidir. A 4-dür, B də 12-dir. Bu da elədi 16. İndi ədəd orta bu 4-də ədədin. A neçədir? 4. B 12. C 8. M 16. Toplayıb bölək 4-ə. 16, 32, 40. 40 bölü 4 eləyir 10. Cavab 10. B bəndi. On yeddi. Birincidən alırıq ki, A bərabərdir 15 böl X. Sonra alırıq ki, B bərabərdir 15 böl. Bunu da belə eləyək, elə. 1 böl X bərabərdir 15 böl A. A bərabərdir 15 böl X. B bərabərdir 15 böl Y. C bərabərdir 15 böl C. C bərabərdir 15 böl Z. Bizə A plus B plus C'nin ədədi ortasını soruşur. Toplayıb 3-ə bölməliyik. A-nı, B-ni, C-ni toplayanda 15'i çıxardaq mötərizə xaricinə. Qalır 1 böl X, 1 böl Y, 1 böl Z. Bölünsün 3. O cəmi də bizə verib 3'də 1'dir. 15 vur 3'də 1 böl 3. Bu deyilir 3'də 5. Cavab Y bəndi. On səkkiz. 3, 7, 14 ədədlərin standart meylini tapın. Əvvəlcə ədəd ortağı tapaq, mü hərfi ilə işarə elədik. Toplayırıq ədədləri bölürük 3-ə, yəni sayına. Elədi 8. Bu oldu ədədi orta. Sonra ədədi ortaların, deməli, hər bir ədədin ədədi ortadan meylinin kvadratını tapaq. 3 birinci ədəddir. Ədədi ortadan meylinin kvadratını tapdıq. 7-nin 8-dən, 14-ün də 8-dən meylinin kvadratını tapdıq. 25, 1, 36. Sonra dispersiyanı tapaq. Dispersiyanı tapmaq üçün bu kvadratları toplayıb sayına bölürük. Eləyir 62 bölü 3. Sonra dispersiyanın da kvadrat kökü standart meyldir. Elədi 3'də 62. B bəndi. 19. 6, 10, 14 ədədlərin standart meylini tapın. Eyni misal deyənə. Ədədi ortağı tapaq. Mü ilə işarə edirik.
6, 10, 14. Bölə 3-ə eləyir 10. Deməli, hər bir ədədin ədədə ortada meylinin kvadratını tapaq. 6 çıx 10-un kvadratı mənfi 4-ün kvadratı 16. Sonra 10 çıxmaq 10-un kvadratı 0-ın kvadratı 0. Sonra 14 çıxmaq 10-un kvadratı 4-ün kvadratı bu da elədi 16. Sonra dispersiyanı tapaq. 16, 0, 16 bölü 3. 32 bölü 3. Sonra standart meyli tapaq. Kök altında 32 bölü 3. Elədi D bəndi. 20. 3, 5, 8, 7, 2, 9, 6, 4, 10 ədədləri sırası üçün birinci və üçüncü kvartillərin cəmini tapın. Ədədləri artan sırayla düzək. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Əvvəlcə medianı tapaq. 9 ədəd var burada. Ortadakı ədəd 6-dır. Bu oldu median. Bu mediana birinci kvartildə deyirlər. Deməli, bunu da işarə edirlər. Deməli, Q1 ilə. Sonra ikinci kvartil soldakıların 6-dan soldakı ədədlərin medianıdır. 6-dan sonraki ədədlərin medianı olur. Deməli, bu Q2 ilə işarə edirlər medianı. Bu Q1. Birinci kvartildir bu. Bərabər olacaq. Deməli, Q1. Q1 bərabərdir. Bunu buradan silim. 2, 3, 4, 5 var. 6-dan soldakı ədədlərin medianı. 3 ilə 4-ü toplayıb bölürük, eləyir 3 onda 5. Bu deməli oldu birinci kvartil. Q1 ilə işarə elədik. Sonra ikinci kvartil deməli 6-nın sağdakı ədədlərin medianının sağdakı sıranın medianı. Bu oldu üçüncü kvartil. Q3. Sonra da bunları topladıq. Birinci kvartillə üçüncü kvartili topladıq, elədi 12. Cavab C bəndi. Nömrə 21. Ədədlər sırası üçün Q1 üstə gəl, Q2 üstə gəl, Q3 tapın. Deməli, sıra ilə yazaq. Deməli, sıra. Kiçikdən böyüyə doğru. Ən kiçik ədəd burada neçədir? 18-dir. 18. Sonra nə gəlir? 18-dən sonra deyəsən 22-dir. 22-dən sonra G də 22-dir. 2 də 22 oldu. 18 bir deyildi. Sonra 24 görürəm burada. 24 bir dənədir, səhv eləmirəmsə. Bir də 24. 24, 25 2 dəyə görsənir. 25, bir dəyə də 25. Sonra 25 3 dəyə 25. Sonra 25'ten sonra ne gelir burada? 1, 2, 3 de 25. 27, 28. 27, 28. 27, 28. 30, 30, 30. 3 de 30 var. 30, 30, 30. Sayak göre burada neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Burada neçədədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Düz gəldi. İndi burada
Medianı tapaq. Median. Deməli 12 ədədsə 5-i bu üzə, 5-i bu üzə. 6-cı ilə 7-cinin cəmini yarısı. 1, 2, 3, 4, 5. 6 ilə 7 ikisi də 25-dir. 25 üstə gəlir 25 bölü 2. Bu elədir 25. Bu median. Q1-lə işarə edirlər. Sonra birinci kvartil. Bundan soldakı ədədin, soldakı median bu Q2'dir. Sonra Q1'i tapaq. Q1'dən deməli bu 2'də bu 25'dən soldakı ədədlər 18, 22, 22, 24. Deməli bu deyilədir 29. Deməli cüt sayda olduğuna görə 6 dənəsini götürürük. Bu Q1'ə deyirlər 6 isə. Sonra sağdakı 6 dənə götürürük. Bunu da olur. Biri 6'sı olur, biri 3'sı olur. Biri 23 olur, biri 29 olur. Deməli Q1 oldu 6 hissənin medianı, Q3 oldu 3 hissənin medianı. Sonra bunların üçünün cəmini soruşur. Q1, Q2, Q3. Q1 23'dir, Q2 25'ti, bu da 29. 77. Cevap Y bəndi. Deməli 3, 8, 5, 9, 7, 6, 12 ədədlər sırası verilib. Q3 çıx Q1'i soruşur. O sıranı artan sırayla yazırıq. Ortadakı ədəd oldu Q2, yəni median. 7'nin sol tərəfində 3 ədəd var. Bu 3 ədədin 3 sıranın medianı 5'dir. Bunu Q1 ilə işarə edirlər. Sonra sağ tərəfi deməli üst hissədir. 8, 9, 12. Onun da medianı 9'dur. Q3'dən Q1'i çıxırıq. 9 minus 5 eləyir 4. Bir şagirdi riyaziyyat fənnindən KSG balları 40, 50, 60, 80, 90, 50, 100 olarsa, bu şagirdin topladığı balların medianı. Medianı tapmaq üçün artan sırayla yazaq. 40'dir. Sonra 2 də 50'dir. 2 də 50'dir. Sonra 60'dir. 80'dir, 90'dır, 100. Neçə ədəddir? 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Median ortadakı ədəddir də 60'dir.
Median oldu 60. Modada en çok tekrarlanandır. En çok tekrarlanan da 50'dir. Modada oldu 50. Bunların cəmi 60 ilə də 50-nin cəmi 110. Cavab C bəndi. 24. 24. 12, 14, 16, 18, 20, 22, 24 ədədlər sırası üçün 3-cü və 1-ci kvartillərin fərqini tapın. 7 də ədəddir, sırayla yazılıb. 18 deməli mediandır, bu Q1 ilə Q2 ilə işarə edirlər. Q1 deməli ondan soldakı bu üçlüyün medianıdır. Bu Q1'dir 14. Q3 də sağdakıdır. Sağdakının medianı 20, 22, 24'ün də medianı 22'dir. Q1'ə birinci kvartil, Q3'ə üçüncü kvartil deyirlər. Bunların da fərqi elədi 8. Cavab D bəndi. Cədvəldə yanacaq doldurma məntəqəsinə 13:00-dan 13:30 saatları arasında gələn müştərilərin aldıqları yanacağın tutarı və onların sayı verilmişdir. Yəni yanacağın qiyməti də cədvələ görə bu müştərilərin aldığı yanacaqların tutarlarını, yəni qiymətlərinin medianını və modasının cəmini tapın. Deməli burada neçə də ədəd var? Deməli 4 nəfər müştəri 50 manatdan alıb 50 manatlıq benzin alıb, 6 də müştəri 60 manatlıq, 4 də müştəri 90 manatlıq, 3 də müştərinin hər biri 100 manatlıq, 2 müştərinin hər biri 150 manatlıq, 1 müştəri də 200 manatlıq alıb. Bu ədədləri toplayanda, yəni 1-i, 2-ni, 3-i, 4-i, 6-ın, 1, 2, 3, 4, 1, 2, 3, 4, 6, bir ədəd 4. Bu 20 eləyir. 20 də müştəri gəlib. 20 də deməli onda burada cüt sayda olduğuna görə ortadakı 2 ədəd burada neçənci ədədlərdir? 9-a 20-də 9-a bu üzə, 9-a o üzə. 10-cu 11-ci hədlər. 10-cu hədd 60 manat, 10-cu adam 60 manatlıq alıb, 11-ci adam da 90 manatlıq. Deməli belə də birinci adam 100 manatlıq. Yox, bir adam 100 manatlıq. Bir adam 200 manat. İndi biz bu medianı tapanda bunları artan sırayla düzməliyik. Əvvəl 4-də 50 yazacaq, sonra 6-da 60 yazacaq, sonra 4-də 90, 3-də 100, 2-də 150, 1-də 200 yazacaq. Yəni ədədləri sırayla aşağıdan böyüyə, kiçikdən böyüyə düzəcək. 10-cu yerdə 60 dayanacaq, 11-ci yerdə 90 dayanacaq. Bunların da ədədi ortası deyəndə toplayıb 2-yə böləcək, olacaq 75. Oldu median. Modada ən çox təkrarlanan ədəddir. Bu 6 nəfər 60 manatlıq alıb. 60 ədədi daha çox təkrarlanır. Modada deməli 60-dır. Moda ən çox təkrarlanan deyirlər. Yəni 6 də müştəri 60 manat alıblar. Ən çox müştəri 60 manatlıq alıb. Deməli moda oldu 60. Bunların nə soruşur bizə? Cəmini tapın. 75 üstəgəl 60. Bu deyilir 135. Cavab B bəndi.